Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandum elmi tədqiqat fəaliyyətinin inkişafı, yüksək ixtisaslı kadr hazırlığı, innovativ layihələrin həyata keçirilməsi, birgə laboratoriyaların yaradılması, birgə elmi nəşrlərin hazırlanması, konfrans, seminar və təlimlərin təşkili istiqamətlərini əhatə edir. Əməkdaşlıq çərçivəsində tərəflər müasir texnologiyaların tətbiqi, elmi araşdırmaların genişləndirilməsi, tələbə və gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, eləcə də nəzəri və praktiki kursların təşkili sahəsində birgə fəaliyyət göstərəcəklər. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, universitetin elm və təhsil sahəsində əməkdaşlıqlarının genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Rektor qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ölkənin aparıcı elmi tədqiqat müəssisələrindən biri kimi zəngin elmi potensiala malikdir. Vurğulanıb ki, Naxçıvan Dövlət Universitetində biologiya, biokimya, kimya mühəndisliyi və digər təbiət elmləri istiqamətləri üzrə formalaşmış möhkəm elm və tədris bazası ilə institutun elmi imkanlarının birləşdirilməsi hər iki tərəf üçün yeni əməkdaşlıq perspektivləri yaradacaq. Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova çıxışında rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, institutda ərzaq təhlükəsizliyi, molekulyar biologiya, biotexnologiya və bitki genetikası sahələrində mühüm tədqiqatlar aparılır, beynəlxalq əməkdaşlıqlar uğurla davam etdirilir və 5 beynəlxalq laboratoriya fəaliyyət göstərir. Bildirilib ki, əməkdaşlıq çərçivəsində yeni elmi layihələrin və innovativ təşəbbüslərin həyata keçirilməsi mühüm töhfə verəcək. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.